Xəbər verdiyimiz kimi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib. Göyçayda Prezident Administrasiyasının sabiq rəhbəri Mehdiyevin sahib olduğu deyilən villasının ona kim tərəfindən hədiyyə edildiyi də məlum olub. Xalq Onlayna daxil olan məlumata görə Göyçay rayonunun Potu kənd inzibati ərazi dairəsinin Üngütlü kəndində 10 hektar ərazidə yerləşən Ramiz Mehdiyev üçün xüsusi təmtəraqla tikilən malikanəni hal-hazırda Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov tərəfindən hədiyyə olunduğu bildirilir. Qeyd edək ki, Mənsur Məmmədov 2007-15-ci illərdə Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Məlumata görə 4 mərtəbəli malikanənin ətrafı xüsusi dekorativ ağaclarla bəzədilib. Meşə ərazisində yerləşən villanın həyətində vəhşi heyvanların saxlanılması üçün tikili də mövcuddur. Avropa ölkələrindən gətirilmiş mebellərlə döşənmiş villada Ramiz Mehdiyev bir neçə dəfə olub. 2 milyon manata ərsəyə gələn malikanə Göyçay rayonunun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan və iş adamlarında xərac kimi yığılan pullarla tikildiyi iddia olunur. Ramiz Mehdiyevə hədiyyə olunan villa Mənsur Məmmədovun vəzifədə qalmasında mühüm rol oynadığı da qeyd olunur. Məsələ ilə bağlı Mənsur Məmmədovla əlaqə yaratmaq mümkün olmadı. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.